aradan indi video baxanda deyəcək, bu çaynikini niyə təmizləməmsən deyə deyəcək, yəni buranı da təmizlədim. Burada quru çay da almışdım deyə şeyləri, sübutları burada məhv elədim. Ay, istəymiş. Bunu biraz belə tökürəm. Bu taktikanı atamdan öyrənmişim. Belə biraz qarışdırır. Tuz, muz, rəngləndirici zad olanda çıxır deyən. Qışın olur. Batırdım. Bir tane çay dəmləyəcəm. Anacığım bir ton iş çıxartdım. Neyse, qaz dəstələrimi döşərik. Xarab elədim ki. Burada duru yağ da əlavə edirəm. Həm çörək yağı yanmasın deyə, həm də çörək yağından qənaət olsun deyə. Burada həm video çəkib, həm də yumurtanı tək əlinə qırmağa çalışıram. Yumurta sarısının partlamasını sevməyimə baxmayaraq, həm video çəkib, həm də yemək bişirməyə çalışarkən alınmır. Salamünaleyküm millət. Yenidən videoma xoş gəlmisiniz. Günləri neyəcək? Bu paltarı geyinmişəmsə, əlbəttə ki, təmizləyəcək. Öncəliklə neyləyəcəm, onları göstərim. Burada ikimizi götürüb bura qoyacaq. Niyə? Çünki ürəyimi sıxıldı. Ürəyimi sıxıldıqca otaq dəyişirəm. Bura qoyacaq. Bura qoymaq üçün də bayana yaxşıdırmalıyım. Gördüyünüz kimi pəncərəni silmişəm. Qal burada. Bəli. Bunu dəyişmişəm yerlərin. Bu bəzəmə şeylərim üstə idi. Altı qoymuşam. Altdakilərin üstə. Bunu deməli bu tərəfini silməyəcək. Bu tərəfini siləcək. Belə bir şey yəni. Yığışdırıcıya eləyəcək. Bu arada bir görsəniz görüm. Buranı özüm rəyləmişəm. İnşallah bir gün buranı da rəyləyərik. Hətta oranı da rəyləmək fikrim var. Qapısını da rəyləmişdim. Sonra onu yağlı boyadı deyə sildim. Orasında başqa bir plan var inşallah. Deməli, yumayda yumayda 3 rejim var. Gezmək paltarları, ev paltarları, bir də dəsmallar. Bu da mərhələr zatlara aiddir. Niyə belə edirəm? Çünki öz paltarlarıma ayrıldığıma görə, yəni hər paltardan ağdan qaradan qara, ağ qara ayıra bilmirəm ki. Ona görə edirəm. Bu bir qənaətdir. Suya da israf olmur. Ayda bir dəfə yuyursa qutar gedir. Bu işıqları artıq bu qutar yuyulma vaxtıdır. Gör işte yuyulmuş kimi. Burada bir dənə olmağına baxmayaraq, burada iki dəstə paltaram olacaq. Düz dəsmalları atıram, amma bu səfər atmayacağım çünki dən iki dənə deyil. Aha, bütün dəsmallar atandan sonra şeylərim atarım, problem yoxdur. İndi tezdə dəsmallar üçün. Adı niyə dəyişdiyimdən siz soruşun, hemen deyim. O dərəcə. Bu arada bu dəmri özüm düzəltmişəm. Sevgicə dəmridir. Atama kömək edirdim, havalı yolu düzəltmək üçün gördüm belə bir şey var. Ahıma gəldi ki, belə bir şey ola bilər, nə olmasın. 2 dəqiqə buradan kəsdim. Bu bölümlərini də əl kəsməmək üçün birləşdirdim. Baxaq necə nərdəşirsən, əl kəsməz. Yetənəkli yetənək. Deməli bunun üstünə o dəyişəcək. Buna ayrı video çəkəcəm. Bu üstünün şeylə atamla 2 nəfər şeyləmişik, çəkmişik günülə. O inşallah dəyişəcəm. İndi mən ağlımda bir dənə fikir var. Bunu keçən illəri düzəltmişdim şeydə aşağıda. Onda videosu var. Qoyuram yuxarıda. Şeyin açılamasında qoyuram.
Bunu indi aşağı aparam. Yoxsa burada pəncərənin ağzına burada yer eləyim biləmədim. Burada yer eləməyim indi məncə çox mənasızdır. Çünki yayda da yəni öyle otaq üstümə gəlir. Və istəyirəm bunu aşağı çeyləyim. Aparım ayaqsa. Burada da yanlarına yığışdırım. Bunu da bu şkafımı da gözləyirəm netləmədi. Bu şkafımı da inşallah bunun yerinə gətirmək istəyirəm. İnşallah başlayaq. İndi işi ağılla görəndə necə rahat olur onu izləyəcəksiniz. Çok da ağılla dönmüşəm biz. Altına bir baxın ala. Yox, şolda. Qıramadım. Qırıram bunu, qırmıram görürəm. O bir şey olsa anamın gəliniyim. Ama gəlməyəcəkdir. Bəli, anamın cehizliyini sındırdım. İndi bunu sonra ondan gərək kleynə yapışdıram. Bu sonra ama qalsın. Heç bir şey səhv təcrübədir. Təcrübədir. Ama bilirəm. Evi çəkmək sevmirsən. Çəkməyimi də xoş sevmirsən. I'm sorry. Bu bir daha çıxarsın. Boşuna düşəcək. Sonunda gətirdim. İnşallah bir neçə günə də bunu dədəmə götürürəmsəm çox yaxşı olardı. Neçə gün getirəm düşələmiş. İndi bir kaktusdan keçəni burada düzmüşdüm. Sağ olsun atam və anam götürmüşdülər. İndi yine bulan qabını dəyişəcəm, onun videosunu da çəkəcəm. Ondan sonra da bilmirəm buramı düzələm, yoxsa başqa yerə düzələm, bəlkə məliyə qoydum. Xoş, başlayaq buranı düzəltməyə. Sonra gəlirik yuxarı. İnsanlar da belədir. Həyatınızda çox rahat gələnlər, çıxanda isə sizi zülm çəkdirənlər. Doğrudan da elə oldu. Çox rahat. Deməli, gecədə yatmayan bir insan olaraq çox yorğunam. Biraz çay içib istirahət edəcəm. Ona üçün paltarlar yuyulacaq. Qalan yuma işlərini həll edəcəm. Otağımı yavaşlayacağım, süpürmək, yer oşalamaq və s. Ondan sonra da mağazanın işləri olacaq. Bəlkə əmimgilə getdim, onu da çəkərəm. Belə. Burada hündür otlarla olan mübarizəmi görürsünüz. Paltarıma dəymə ehtimalı olanları əlimlə qopardıram. Qalanlarını isə ayağımla aşağı əyəcəm ki, çünki indi bu dəqiqə hamma qoparma ehtimalım yoxdur. Onsuz da otların biçilmə məsuliyyəti də məndə deyil. Burada isə anamla mağazaya gedirəm. Bunu anama çəkdirərkən arxa səhnəsi çox gülməli idi. Bəlkə paylaşdım. Video çəkərkən satıcı eləyə keçirdiyənə mən də yolumu dəyişirəm. Hələ insan içində video çəkməyə tam öyrəşməmişəm. Bu çaynikı isə çox bəyəndim. Çox gözəl idi. İnşallah yaxın zamanda pulum olsun. Gəlib alacaqlarımın arasındadır. Kofe sevər biri olaraq da məncə bu mənə bir ehtiyacdır. Neçə gündür yağan yağışların səbəbi isə bəlli oldu. Xeyirli övlad olaraq əlbəttə ki yük mən daşıyıram. Deməli, ayaqqabılarımız getdi. Yay üçün. Dədə şəbitlər gəldi. Gündəlik yığmaya keçən öz kimi ayaqlarım yanmayacaq. Bu arada otaqda belə oldu. Pəncərələr silindi, pərdələr yuyulub asıldı, şkaflar əşyalarla bircə yerbəyer oldu. Bu arada bunu da qardaşım almışdı, kabelləri aslamaq üçündür. Dünənlərə hələ mağazadan gələndən sonra namaz yemək, bir də Türk kanalında bir xarici kino verdilər, ona baxdım, çox belə idi. Uşaqlar da baxa bilər, dəli bir kino idi. Ona baxdım, elə yatdım. Günlərdə oyanmışam, əslində video çəkməyə gedəcəkdim. Əmimgilə güllər var idi, yəni Qaragilənin gülləri var idi. O da video çəkdim, nə oldu? Solublar, çəkə bilmədim. Nəysə, indi də əmim qızı çağırıb, dayımıza Türkiyədən gəlib, onların görüşməyə gedirəm. Ya bunu taxacam, ya bunu taxacam, hansı ikisini də yoxlayacam. Hansı yaxşı olsa, onu taxacam. Üstündən ya bunu taxacam. İğnələyəcəm belə. Yanımda ləkə var imiş ki. Bunda ləkə var imiş belən içinə. Demirəm, görsən də görsənmədi. O taxanmadı, ləkə var. İndi mən bunu belə ben bunu elə iğnələməliyəm ki, bura. Bu şey olsun. Buradan həm eynəyəcəksən böyürlərdən. İndi ximar aşağı yuxarı gələ bilsin. Elə bir yerdən iğnələnməlidir.
İfadə verməkdə olsun. Hazır. Gedəkdən çantamı da götürüm. Görməli. Bunlardan birini taxacağım yerdən. Bunlardan birini taxam bilmirəm. Bunu alanda da əmin qızı sağ olsun. Uşaq yerine koydum. Uşaq səndən sən deyə də fikrimdən yayındırmaya çalışdı. Əlbəttə ki olmadı. Bundan götürməyəcəm. Bu şeylərdən taxacağım. Taxım. Çantamızı götürdük. Gedək. Dizimdən yəni bax. Dizimdən gəlir, atama deyirəm hiç bitmir. Atamdan olsa saralana kadar qalar. Bu arada atam deyir ki, keçmişdə otları inəyi olanlar və s. gələrmiş, biçərmişlər, yığarmışlar, apararmışlar. Amma indi 30 manat 50 manat arası biçirlər. Yəni, nəyin bəyənmirsiniz? Gəlin aparım da. Sən yavaş ol. Bu vesile senin böyüdün. Niye sürürsən ağımını? Ne oldu? Tabii benim anlamışım. Yaxşı. Burada kimler var? Bakın hala. Oy, siktir kızım, siktir kızım. Salam. Səni gözləməkdən iskeletə dönmüşdüm. Sarıcı. Öyle. Erdoğan. Mavi mavi. Yoktu. Erkek yoktu. İnşallah. İnşallah. Erdoğan. Benim ne takmışsınız axı? Ahmet. Sensin. Tamam Erdoğan. Mutlu mesut yaşayasın. Kızın olsun. Allah senin ne yapmasın? Aşağıdaki sesleri. Ne oldu? Züleyxa de Ervan. Köserli inşallah olur. Züleyxa taraftan böyle ileri. İnşallah olur. Xoşbaxt olalım. 2 dəqiqə mən gelip eylədilər ha. Abi inanırsan uzaktan bunu gördüm. Hele bizim başıma gül vurmuşam buradan. Neçə saatdır söhbət edib video çəkmədiyimi görürəm və artıq evə getməyə hazırlaşarkən istədiyim 1-2 video çəkim. Arxada əmim qızı gülməli söz deyir, ona gülürəm və mənzərəni çəkməyimi istəyir. Mən isə mənzərəni çəkirəm. Videodan səs kəsib qoyacağım, çünki uşaqlar arxada rahat dayanmır. Burada isə kombinimi çəkmək üçün kameranı açıram, amma sağ olsun uşaqlardan biri evliylə əlaqəli zarafat eləyir, mən isə ona gülürəm. Videonu isə çəkə bilmirəm, sonradan videoya daxil olmaq istəyirlər. Bu isə oraları kəsdiyim yerlərdir. Sonda bir video çəkirəm, amma bəyənməyib aşağıda da bir video daha çəkirəm. Ha? Ne? Işık yok yukarıda. Telefonumuz var yanında. Ha? Yok sizin üstünüzde dur benim telefon. Tamam. Daimcilə gəldi, əşya götürüb sığacaq. Nə qədər uzanıb bu otlar. Düzdür, bizim həyat qədər deyil, amma yəni burası çox da, bura düppədüz olurdu genəldə. Dəhşət uzanıblar. Buradan əşyaları götürdü, indi isə gedirəm evə. Buradan gedirsiniz ha. Sağ ol. Sağ ol. Maçlar qutular. Elə məni Titanik yazma saldı. Titanik fəlakətləri var idi. Burada isə hər şeydən xəbərsizəm. Kəndimizin iti qabağıma çıxır. Qorxmuram, amma narahat oluram, çünki üstümə gəlir. Gəlmə üstümə. Ağıllı. Gəlmə üstümə. Gəlmə üstümə. Gəlmə üstümə. Üstümə gəlmə. Üstümə gəlmə. Gəlmə. Yaxşı. Sağ ol da, təşəkkürlər. Amma sonradan yenə dalımca düşür. Balasıyla birlikdə mənimlə bircə gəlirlər. Deyirəm ki, heyvanlar insanlardan ağıllıdır indiki dövrdə. Mən inanmırlar. Mənə bir şey etmədən mənimlə bircə gəlirlər. Burada isə yola baxaraq qışqırmağa başlayır. Niyə qışqırır bilmirəm. Çünki o tərəfdə heç bir şey yoxdur. Heç nə yoxdur orada. Mənə heç nə eləmir. Mən isə qabağa getmək istəyəndə yenə qışqırmağa başlayır.
Arxaya baxıb balasının gəlib gəlmədiyini yoxlamayı da yaddan çıxartmır. Get, get. Burada nəyə qışqırdığını bilmirik, amma anamla birlikdə video baxarkən orada parıltı görürük. Böyük ehtimal kolluqda nəsə var idi. Bu ilan da ola bilər, başqa bir şey də ola bilər. Bu arada həmin yer səhər işıqlıqda belə görsənir. Burada isə artıq Ayətül Kürsünü oxumağa başlamışam. Küçəmizin başına isə az qalmışam. Gördüyünüz kimi anamla kolluqda parıltı gördüyümüz yerə baxır. Böyük ehtimal orada nəsə var idi. Bizim küçənin başına vardıqda isə artıq itlər mənim dalımcan gəlmirlər. Düz davam edirlər. Mən isə evə gedirəm və məncə itlər hədər yerə orada deyildir və hədər yerə mənim arxamca gəlmədilər. Bu arada yolda gələrkən qonşumuzu gördük, neçə ildir Bakıda idi. Dedik, hicabın mübarək zat uyanmayan danışdı. Deməmişdi, mən hicabsız olan vaxtı gediblər Bakı. İndi mən hicablı görmüşdü, təbrik elədi zat. İllər sonra qonşumu görməyə yaxşı təsir elədi. Ayaqüstü danışdı, elədi, çox gözəl təsir elədi. Bu arada anam gəldim, evə gördüm anam. İşkafın üstünə belə mən çiyələyi qoyub, mənə payımı ayırıb. Evdə dörəm deyə. Və məncə Azərbaycanın milli yeməyi olmağa layiq olan yeməyimizi yeyirik. Bu arada videomun sonuna gəldik. Video bəyəndiyseniz bəyənməyi, abunə olmağı və bildirməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər, minnətdarım.